Salamlar, növbəti YouTube videomuzda hər kəsə xoş gəldiniz deyirəm. Aygün xanım buradayken biz videolarımızı çoxlu çəkməyə, canlı sizə bunları çatdırmağa davam edirik. Bu ay biz ümumiyyətlə yeni il hədəflərimizdən danışırıq. Yəqin ki, siz də artıq 2026 üçün ağlınızda tutan müəyyən hədəfləriniz var. Bu videoya başlamazdan öncə mütləq ilk videonu izləyin. Çünki orada da xüsusilə sonuncu müddət mütləq şəkildə bura başlamazdan öncə nəzərdən keçirməli olduğu və üzərində düşünməli olduğumuz bir məqamdır. Biz də davam edirik. Aygün xanım yeni tövsiyələrlə bizə hədəflərimizi necə düzgün qoymağı öyrədir. Davam edirik Aygün xanım. Başqa hansı müddəalar var bizim nəzərdən keçirməli olduğumuz və çox vaxtı gözdən uzaq saxladığımız? Biz 5 demişdik, heç yadımda gəlmir ilk videoda neçə dənəsini saydıq, nə qədər danışdıq, amma indi yəni son 2 mənim ağlımda olan onları bölüşmək istəyirəm ki, o da hədəflərlə yenə də bağlıdır. Ümumiyyətlə burada belə bir şey danışmaq istəyirəm sizə. Bir çox insan istər hədəf qoyanda, istər öz üzərində işləyəndə çox çalışır ki, özünü dəyişsin. Yəni düz deyim, biz özümüzü dəyişdirməyə çalışırıq ki, özümü dəyişim, necə eləyim ki, belə olum, necə eləyim ki, elə olum. Amma mən bir də deyərdim ki, bir də sistemi dəyişdirməyə yoxlayın. Yəni bir gördüyünüz işin sistemini dəyişdirməyə yoxlayın. Məsələn, çox keçən dəfə ilə rəfiqəmlə söhbət edirəm. O deyir ki, elə yenə idmana getməkdən danışır. Hamının desən yaralı yeridir. Deyir ki, idmana deyir nə qəşəng gedirdim mən həftədə 3 dəfə və s. Sonra deyir dayandım. Soruşdum ki, niyə dayandım və s. Çünki yəqin ki, məsuliyyətsizəm də deyir ona görə. Dedim ki, yəni başqa nə səbəb ola bilər də, yəni nəyə görə dayandım ki, mən o situasiyanı deyəndə, yəni nədir oradakı vəziyyət və deyir başladı danışmaq ki, məsələn dedi idmandan çıxıram, deyir məsələn istəyirəm ki, idmana gedim, amma tutaq ki da yanımda heç nə yoxdur, evə getməliyəm, düzdür evdən dəyişməliyəm, yol uzundur, tıxac olur, o bu artıq yoruluram və s. Və deyir ki, hə də deyir, davam eləyə bilmədim də, məsələn, məsuliyyətsizlik elədim və s. Deyirəm ki, bəlkə sistemi dəyişəsən. Yəni, sistem nədir? Sən deyirsən ki, mən evə gedim, rahatlanım, gedim. Deyirəm ki, olmaz ki, məsələn, 2 dənə idman çantan olsun, biri işdə olsun, biri evdə olsun. Sən işdən, o deyir ki, məsələn, işdən bəzi günlər çıxıram və bəzi günlər çox belə motivasiyalıyam və deyir, mən istəmirəm də, məsələn, mən idmana məcburi gedim, mən istəyirəm ki, o istədiyim anda gedim, başa düşürsünüz? Deyirəm ki, tamam onda, olmaz ki, sən işə bir dənə idman çantası əlavə qoyasan, belə baxır ki, yəni, ola bilər. Məsələn, vau bir fikir deyil heç mənim dediyim, amma sistemə kiçik bir müdaxilə eləyirik. Baxın, yəni mən orada özümü ay tənbələm, ay məsuliyyətsizəm, o bu yerinə kiçik bir sistem dəyişikliyi ilə əslində mən görürəm ki, mən bütün yəni işi qaydasına qoydum əslində. Yəni çox zaman o hədəfə çatma yolunda deyirəm, siz özünüzdə nəyisə dəyişdirməyə məcbur deyilsiniz. Siz sadəcə o hər nədirsə çatmaq istədiyiniz, ona çatma sisteminizi məsələn dəyişdirsəniz, hətta bunu bəzən belə də deyirlər ki, məsələn, tutaq ki, biz çox da hər zaman biz komfort zonamızdan çıxmağa məcbur deyilik, düzdür? Bəzən elə edə bilərsiniz ki, bir şeylər yenə sizin komfort zonanızın daxilində baş versin. Daha belə, əgər o dərəcə artıq yəni siz qorxursunuz, deyirsiniz ki, yox, komfort zonanızın daxilində baş versin, amma baş versin. O, məsələn, biz dedik ki, hədəfləri hissə-hissəyə bölmək, düzdür, kiçik hissələrə bölsək, hədəfi əslində bizə rahat olan zonada da saxlaya bilərik. Belə fikirləşin, böyük formada saxlaya bilmərik, amma kiçik formada saxlaya bilərik. Ki, o hədəfin bir hissəsini, aydındır. Yəni, bu məsələn bir nümunə idi, amma hamımız mən görürəm ki, bir hədəfə çatma yolunda biz fokuslanırıq ki, özümü necə dəyişim, hədəf qalır orada. Amma hədəfə çatma yoluna mən fokuslananda, mən başlayıram ki, bu hədəfə hansı metodla çata bilərəm? Baxın, bu artıq bilirsiniz necə, problem həll etməyə yönələn zihin olanda, zihin başlayır bu istiqamətdə düşünməyə və orada pratik üsullar tapmağa başlayır. O bayaq saydığım, məsələn, pratik üsul da bundan biridir ki, atıramda 2 dənə çantam olsun, lap 3 dənə olsun, birini maşına qoyursan, birini evə qoyursan, düzdür? Yəni, bu şəkildə sən üstündən o yükü atırsan. Yoxsa bir də var ki, mən gedim onun üstündə işləyim ki, mən məsuliyyətsizəm, tənbələm. Bunun sonu yoxdur da, biz nə qədər onun üstündə işləyik, amma biz sistemi dəyişib, hətta sizin o tənbəlliyinizə belə uyğunlaşdıra bilərik o sistemi.
Aydındır. Yəni mən məsələn biz yadınızdadırsa YouTube video başlayanda biz fikirləşirdik harda çəkək və s. Mən biraz baxdım ki, ay Allah, mən indi Varşavada studiya kiraya götürsəm, mənim o studiyaya getməyim, orada hazırlıqlar olacaq, mənə mikrofon taxılacaq, mən video açmalıyam, onu eləməliyəm, bunu eləməliyəm. Professionaldır. O zaman mən gələk make-up-a getdim və s. Baxdım ki, bunlar mənə çox ağır gəlirdi. Mən bunu istəmirəm dedim. Dedim ki, o zaman mən evdə çəkəcəm. Evdə çəkirəm, make-up falan da demək olar ki, heç nə etmirəm. Çox rahat gəlir bu mənə. Evdən çıxmıram, daha az vaxtım gedir. Hər şey komfort zonamın içərisindədir. Amma dəyişiklik var. Amma bəli, bir hərəkət var. Bəlkə gələn il gedərəm studiyada çəkərəm. Artıq məsəl üçün deyirəm ki, bu işi gördüm, biraz da yəni istəyirəm ki, daha professional, daha qəşəng olsun. Gedib məsələn bura gəldik, burada daha rahatdır da. Məsələn dedik ki, gəlin belə bir yer götürək, oturaq çəkək. Hə, bu oldu. Amma bu belə komfortludur əslində. Yəni studiyadan daha komfortludur dərinə getsək, düzdür? Amma nəsə hərəkət var. Aydındır. Yəni biz o zehnimizi, məhz o həll tap, problemin üstündə eşələnmə, həll tap. Bax, o sistemə biz uyğunlaşdıranda o mütləq şəkildə bizə, hətta elə özümüzə də komfortlu olacaq şəkildə bizə həllər sunmağa başlayır. Sanki biz biraz tez vazgeçirik. Onunla bağlı əlaqələndirdim. Çünki indi siz danışdıqca öz vazgeçdiyim hədəflərim yadıma düşdü və düşündüm ki, alternativ yol doğrudanmı yox idi? Məncə var idi. Sadəcə orada düşündüm ki, yəni bunu da bacarmıram demək sanki daha asan gəlmişdi o an və yaxud da daha çox tanış gəlir, belə deyim, tanış bir ssenaridir ki, yəni sən olsa çatdırmazdın ki, yəni bunu eləməyi. Mən indiki həyatıma baxanda o qədər çox detal var ki, həyatımda. Mən düşünürəm ki, 10 il əvvəl hansı ki mənim uşağım olmayanda daha rahat, daha məsələn şəhərin mərkəzində işləyəndə və s. bunların heç birini eləmirdim və səbəb o idi ki, vaxtım yoxdur. Amma indi o vaxt hardansa tapılır, hardansa çıxarılır, necəsə yaradılır. Mən elə vision arzulardan danışarkən vision boardumu İtaliyanı manifestləmişdim. Ora getməyi və bunun üçün də ilk hədəf öz beynimdə belə qoymuşdum ki, İtalyanca ən azı müəyyən bir səviyyəyə çatmalısan ki, orada gedib İtaliyada İtalyanca danışmaq istəyirəm. Əslində ki, daha geniş bir hədəf idi və ilin başında müəllim yanına getməyə başladım ki, bu dili öyrənim. Daha sonra həqiqətən zaman olaraq o müəllimlə saatlarımızı alındıra bilmədik və Azərbaycanda çox deyil təəssüf ki, bu tip müəllimlər. Və artıq biraz daha rahatlayandan sonra, yəni daha hədəflərimi belə çox sıxmayandan sonra ki, okey, bu da alınmaya da bilər, amma başqa görüm nə edə bilərəm və onlayn bir platform tapdım. Hansı ki, orada yəni belə başa düşdüm ki, o tam olaraq mənim inkişaf eləməyim üçün sanki planlanmış bir sistem qurublar. Yəni mən motivasiya eləyən hər gündə, yəni mən bu günə kimi hər gün məşğul olduğum heç nə yoxdur. Mən artıq hər gün İtalyancadan məşğul oluram. Və başa düşəndə ki, okey, alınmır bir yol, amma bəlkə başqa bir yol da var və bacarmıram demək, çatdırmıram demək daha asandır və kənardan qəbul olunur ki, çatdırmırsan, sən onsuz da işləyirsən, uşağın var, təbii ki, normaldır sənin çatdırılman. Amma bəlkə çatdıraram demək, orada biraz özümüzdə bir yer saxlamaq ki, bəlkə alınır, bəlkə düşündüyüm qədər alınmaz. Məsələn, bu il ərzində bunu bacarmam, amma bir yol, hərəkət planım olar ən azından. Məncə buradakı detal oldu ki, yəni bir hərəkətə başlamaq üçün, yəni dediyiniz dostunuzun nümunəsində bəlkə o yenə hər həftə 3 dəfə gedə bilməyəcək, amma bir dəfə gedəndə belə özünə artıq o bir dəfəni hərəkət etməyinə özünə yaxşı hiss eləyəcək. Yəni məsələn biləcək ki, artıq evə getməli deyiləm və s. Onun gözünə çətinliyi görünməyəcək. Mən üçün məsələn çətin gəlmişdi ki, ay müəllimlə danışacağam. Bəlkə mən işdən gec çıxdım, onu ləğv eləyəsi oldum falan, amma indi onlayn bir platformdur və mən onu istədiyim saat qoşula bilirəm. Ona görə yəni düşünürəm ki, həqiqətən hər şeyin yolu var, tək ki vazgeçməyə bu qədər istəkli olmayaq. Düzdür, günün sonunda nəyəsə görə dediyiniz kimi, dostunuz kimi mən də özümü çox biraz belə qəribə hiss edirdim ki, yəqin yəni hamı eləyir, amma yəqin eləyə bilmədim. Yəqin mən vaxt eləyə bilmədim. Yəni bu mənim uğursuzluğum olduğunu çox tez qəbullanmışdım, amma biraz da bəlkə bu mövzuda düşünürəm ki, biraz ətrafımızdan da fikir almaq bəlkə kömək edə bilər. Hansı ki, bizi dəstəkləyən, motivasiya eləyən dostlarımızdan ki, bəlkə bunu mən eləyə bilmirəm, bunun səncə nəsə bir yolu var, amma kənar fikirlərdə hansı ki, fikirlərini güvəndiyiniz adamlar, yəni sizi vazgeçirəcək insanlar da normalda sizə dəstək olacaq. Bakıda nə edirlər? Xəngələ gedək. İdmana yoxdur, Xəngələ gedək. Xəngəl havasıdır. Xəngəl havası. Ona görə yəni biraz
necə deyim, tıxandığınız yerlərdə kimdənsə məsləhət almaq da sizə fərqli bir baxış açısı qata bilər və yaxud da ən adisindən bu artıq həyatımızda daxil süni intellektdən soruşmaq. Yəni o problemi yazsaz ora və təklif desəz ki, sizə 10 həll təklif eləsin. İnanın ki, 10 həldən ən azı biri sizə uyğun gələcək. Ona görə biraz artıq onlar da bu formada istifadə etməyi məncə öyrənməliyik. Dediniz 5 metod paylaşırsınız və düşünürəm ki, son metodumuz qalıb burada. Bəli. Onu da çox səbirsizliklə gözləyirəm ki, bunun bizə nə fərqindəliyi yaşadacaq. Bu baxın 5-ci də nədir? 5-ci əslində onun deyim ki, biraz belə qəribə də səslənə bilər. Bu qorxularımızla yaşamağı öyrənməkdir. Qorxularımızla yaşamağı öyrənmək. Yəni ümumiyyətlə mən həmişə fikir verirəm, insanlar yəni çox meyllidirlər ki, necə edim ki, yox edim. Həmişə mən deyirəm, mənə bu sualı verməyin də. Necə edim ki, qorxumu yox edim, stressimi yox edim. Onu edirəm ki, onları biz yox etmirik zaten heç vaxt. Yəni hətta travma belə, yəni bilmirəm yadınızdasə danışmışdım mən bu haqqda. Desən A-dan Z-yə yüksəlişdə ki, travma ümumiyyətlə yəni nədir ki, yəni o yox olmur ki, sadəcə onunla yaşamağı bəli öyrənirsiniz. Yəni o orada qalır hər zaman, aydındır. Və bu da məsələn bunun kimi biz məsələn yeni addım atanda, yeni bir hədəf qoyanda və s. orada qorxularımızın olmağı o qədər normaldır ki, yəni qorxmağımız çox normaldır. Mən həmişə bunu tez-tez Instagram story-də və s. danışanda deyirəm ki, yəni siz elə bilirsiniz ki, addım atan insanlar qorxmurlar, yəni onlar çox özgüvənlidirlər və s. Qorxurlar, qorxmayan da var, baxır nə addım atırsınız da, düzdür? Amma qorxurlar. Məsələn, mən indi bu həftə Bakıdayam da, düzdür və o qədər çox yeni bir şeylər etmişəm ki, çox yeni addımlar və hamısında da qorxa-qorxa da, yəni düzünü desəm, yəni ki, görürəm ki, məsəl üçün bir şeyə tutaq ki, imza atacağam, orada zehnimdə sanki biri özünü belə parçalayır ki, bax son şansımdır ya, son titriklər deyir, köprüdən öncə son çıxır, bax son çıxışda o imzanı atılsa başın getdi də sənin, falan şey, rahatlığın əldən getdi, o oldu, bu oldu. Görürəm ki, qorxuram da, hiss eləyirəm mən bunu. Amma yəni ona baxmayaraq, baxın, orada geri çəkilə də bilər amma, deyim, yəni məsəl üçün bunu da qınamıram ki, ay qorxmayın, geri çəkilin. Orada ola bilər ki, biz insanıq da, yəni götürmür psixologiyam o dəqiqə. Tamam, fasilə verirəm. Biraz fasilə verirəm, amma fasiləni ona görə vermirəm ki, qorxum getsin və yaxud da vaz keçim. Ona görə sadəcə deyirəm ki, biraz özümə zaman verim, biraz özümə gəlim, eləyəcəm mən bunu və edirəm də. Yəni orada düzməsəm mən fasilə verərəm. Çünki bilirəm ki, mənim vaxtım yoxdur. Fasilə versəm qalacaq başqa vaxtda. Mən yəni etdim çox şeyi, qorxa-qorxa da olsa, amma o edəndən sonra dedim ki, heç qorxduğum qədər deyilmiş. Yəni nə yaxşı da, yəni nə yaxşı ki elədim, aydındır. Amma burada baxın, bu məqam ki, bir qorxunuz realdırsa, yəni fake qorxu deyilsə, realdırsa, ondan qorxmayın, qədər cümlə, qorxunuzdan qorxmayın. O oradadır, var, onun üstə vəzifəsidir sizə xatırlatmaq ki, bax bunu eləyirsən, komfort zonamızdan çıxdıq, bax bunu eləyirsən, bundan sonra üstüdə bir dənə də məsuliyyət gələcək, onun vəzifəsi onsuz da odur, addım atarkən, düzdür, beynin vəzifəsi odur, okeydir, problem yoxdur, narahat olmayın burada. Və yaxud da ki, o özünüzə fasilə vermə icazəsi ki var, məsələn, onu özünüzə tanıyın. Biz məsələn bir yola çıxırıq hədəf kimi, biz deyirik ki, dayanmamalıyam, dayansam həvəsdən düşərəm, dayansam motivasiyadan düşəcəm, dayansam bitdi. Dayana bilərsiniz. Hətta özünüz dayanın. Nəinki, məsələn, özünüzü çox saldınız, stresə saldınız, bədəniniz sizi dayandırsa problemdir, zehniniz sizi dayandırsa problemdir, düzdür, şuuraltınız sizi qapatsa problemdir. Nəinki, məsəl üçün, özüm görürəm ki, artıq burada getmir, mənim biraz dayanmağa ehtiyacım var. Bunu hətta biz görüşdə siz yazdığınız mesajlardan biri də bu idi. Mən qızlardan hansındasa indi yəqin ki, izləyir o da bizi. Belə bir cümlə idi ki, çətinliyə düşəndə dayanmaq normaldır. Çünki dayanmaq sizə yenidən güc toplayıb başlamağa imkan verəcək. Yəni güc toplamaq necə o adi cihazlarımızı belə müəyyən batareya dolması üçün kənara qoyub gözləyiriksə bunu, özümüz üçün də bunu gözləyə bilərik ki, indi deyil, amma edəcəm, amma indi deyil. İndi sadəcə güc yığmağa ehtiyacım var və bu güc yığmaq mərhələsində də məncə orada da boş oturmalıyıq. Həqiqətən güc yığmalıyıq. Yəni o an sizə yaxşı gələn, o qorxunuzun öhdəsindən gəlməyə kömək edən bir addım. Bir insanla danışa bilərsiniz, onu başarmış olan, artıq sizə o real təcrübəsini bölüşə bilər ki, yəni düşündüyün qədər qorxulu deyil. Və yaxud da yəni sakitləşdirmək üçün nəsə eləmək. Çünki nəzərdə tutduğumuz şey o güc toplamaq üçün fasilə verən zaman gəlib
o qalan enerjimizi başqa şeyə xərcləyəndə o yenə də artıq gün sonunda enerjimiz qalmamış olacaq. Yəni bunu mən dəfələrlə elədiyim üçün qısa bir xatırlatma eləmək istədim ki, müəyyən bir şeyə görə fasilə vermişəmsə, sonra gedib o fasilə, yəni mən boş oturmayım bu fasilədə, gedim falan şey, təzə bir şey başlayım, amma o artıq yayınma metodudur. Yəni o fasilə deyildi. Sonra artıq digərindən də istəyim qalmayıb, yəni demişəm ki, o daha da yoruldum, artıq başqa bir yönə getdim. Ona görə dayanıb nə üçün dayandığınızı unutmadan fasilə vermək məncə burada ən vacib addımlardan biridir. Başqa nəsə əlavə eləmək istədiyiniz bir... O dayanma hissəsinə ki, bəli, orada baxın dayananda zehnimiz bunu tezbaza bir fürsət kimi görür və düzdür ki, yəni tez ol, ay serialların qaldı, onlara bax, ay onu elə, ay bunu elə. Amma yəni məsəl üçün o siz dediniz ki, dayanmayaq, yerini dolduraq, bir şeylər edək və s. Məsələn, orada dayanmaq deyəndə mən bəzən həqiqətən də dayanmağı nəzərdə tuturam. Yəni onu da deyim, yəni sadəcə dayanmaqda, yəni buraxırıq hər şeyi. Mən bunu edirəm tez-tez, yəni özümü resetlənmək üçün sadəcə buraxırıq da hər şey. Yəni orada artıq dayanıram və nə bilim divara mı baxıram, belə otururam sakitcəmi, heç nə etmədən ki, bəli o da bir enerji toplama üsuludur, düzdür? Sadəcə orada bəli o hissədə bəli mən fərqində olmalıyam ki, tamam, burada bu boşluqda, yəni zehnimə o fürsəti çox da verməyim ki, onu orada araya başqa şeylər salsın, məni yayındırsın. Amma mən bilim ki, mən dayanmışam, tamam, problem yoxdur. İstirahətə çıxmışam. Hədəf var, amma istirahətə çıxmışam. Davam edəcəm bunu. Yəni burada bir problem yoxdur. Amma bu dəqiqə nəyə ehtiyacım var? Bu dəqiqə mən bəzən deyirəm, ay nə bilim, seriala falan baxmayım və s. amma bəzən doğrudan da artıq biz o qədər yüklənirik ki, həqiqətən elə ehtiyacınız var, açın o türk serialı, Sakar qız nədir? Ona baxın, yəni ki, çünki orada artıq qopmusunuz onsuz da. Yəni orada belə bir boşalmağa, bir şeyə ehtiyac doğrudan da var, səmimi deyim sizə. Gülməli bir şeyə baxmağa doğrudan da var. Yəni amma bilin ki, okey, bu fasiləni verdim. Hə, amma bu bir bəhanə deyil də. Sonrasında davam edəcəm. Yəni əslində bizə məktəblər bu sistemlə işləyir də. Yəni yay tətilinə özünüzə yay tətilinə çıxarın, sonra geri dönəcəyinizi bilin. Çünki məsəl üçün hər may ayını sevinirdik ki, yəni artıq tətilə çıxır, amma bilirdik ki, gələn il yeni il başlayır. Ona görə onun da o başlanmağın verdiyi güvənlə də yəni özümüzü hər şeyi unutmuş, başqa bir yönə getmiş kimi aparmaq məncə lazım deyil. Ümumiyyətlə bu 5 bölmə bir daha xatırladaq ki, əvvəlki 2-3 hissə bundan öncəki videodaydı. Onu da mütləq şəkildə izləyin. Məncə oradan başlayaraq bura gəlsək məncə daha düzgün hədəf qoymuş olacaq. Düşünürəm ki, sizin bizə bir hədəf və arzularla bağlı bir sürpriziniz də bu aralarda gözlənilir. Yəni ki, manifest proqramına. Bəli, manifest 2026 proqramında. Yəni sürpriz deməyim də mən sadəcə o manifest belə deyək məsələsinə biraz fərqli yanaşıram o məsələyə və o mövzunu biz işləyəcəyik, biz izləyicilərlə. Düzdür, mən bilmirəm bu veriliş, bu podkast gedəndə artıq o proqram başlamış olacaqmı yoxsa yox, amma işləyəcəyik biz izləyicilərlə, izləyicilər deyirəm, daha doğrusu iştirakçılarla, kimlər ki iştirak edəcək orada. Öncə işləyib, ondan sonra sizin arzu və niyyətlərinizə təkrar baxacaq ki, görək indi orada bunları biləndən sonra görək necə qurursunuz plan və proqram sisteminizi. Çünki mən görürdüm ki, çox sual gəlir, hamı belə maraqlıdır bu mövzuda. Dedim ki, tamam, bunu da bir dəfə də öz stilimizdə bir izah edək. Ondan sonra da görək ki, bizim o iştirakçılar nə edəcək, necə edəcək, mənə də maraqlıdır, yəni. Əslində məncə burada marağı yaradan faktorlardan biri də siz olmusunuz. Çünki bizdə həmişə artıq son bir ildir bunu deyirsiniz ki, 2026 bir enerjisini daşıyır və bir də yeni başlanğıclar deməkdir, yeni addımlar deməkdir. Çox hazırlaşıram mən də. Və ona görə də biz də hamımız bəzən təşvişli şəkildə buna hazırlaşırıq ki, nələri, çünki hamımızın ağlında bir fikirlər, bir arzular və s. var. Yəni başlamaq üçün, dəstəklənmək üçün uğurlu bir ildir. Ümid edirik ki, izləyənlər də həm bu metodlardan faydalanıb, həm Telegram kanalımıza abunə olub, oradakı fürsətləri dəyərləndirib, bu böyük ehtimalla siz manifest kampının da elanını orada eləyəcəksiniz və əgər daha şanslısınızsa, siz də bu fürsəti qaçırmadan orada iştirak edə biləcəksiniz və bununla da 2026-ya çox gözəl hədəflər, gözəl arzular və artıq arzusunu reallaşdırmağa inanma olan insanlar kimi daxil ola bilərik. İzlədiyiniz üçün çox sağ olun. Bu Aygün xanımla hələ ki üzbəüz çəkdiyimiz son videodur. Mən biraz bunun hüznünü yaşayıram, amma düşünürəm ki, çox maraqlı oldu bu son videolarımız və sizə də çox faydalı və izləməyə dəyər və bu zamanınızı həqiqətən bizə ayırmağa dəyər bir şəkildə bir video hazırlamış olduq. Çox sağ olun Aygün xanım, gəldiyiniz üçün, bizə vaxt ayırdığınız üçün. Növbəti
illərdə, növbəti videolarda gələn il görüşərik. Zarafat eləyək, pis zarafat. Gələn il görüşərik. Yenidən üzbəüz, düzdür, sizlə onlaynda zaten video çəkmək mənim üçün çox böyük bir xəyal və çox xoş bir arzudur. Amma belə bir həqiqətən fərqli olur və həqiqətən hamımızı arzulayıram ki, bir daha Aygün xanımla görüşmə fürsətimiz olsun növbəti ildə. Çox sağ olun. Həqiqətən gələn il görüşərik. Gələn il görüşərik.